Deməli, buradan fərqli sual, yəni yazmaya ehtiyac olan sual. Bunlar ilk suallar hamısı düsturlarımızdır və düsturlarımızı yadımıza salsaq, Lorentz qüvvəsi QVB idi. Təcili tapanda qüvvəni bölürdük kütləyə, yəni QVB-ni bölürdük M-ə. A-nın yerinə V kvatı bölər yazdıqda, V kvadrat bölər yazdıqda, buradan V'lərdən biri gedir, qalır R bərabər MV bölünsün QB. MV bizə verir impulsu. İmpuls bərabər olur QB R-ə. QB R deməli impulsu verir. Daha sonra periyodun düsturu 2 pi r bölünsün V idi. Ve R'in yerinə MV bölü QB yazdıqda, Tüvelər gedir qalır 2 PM bölsün QB. Periyodun manissasına düsturu. Periyodun tərsi tezlikdir. QB bölsün 2 PM tezlikdir. Bucaq sürəti hamıqa bərabər 2 PN-dir. Bu düsturu 2 P-yə vuranda 2 P-lər gedər qalar QB bölünsün. Bu da bizə verir bucaq sürətini. R bərabər MV bölü QB düsturunda, yəni radiusun düsturunda. M'i aşağı atsaq olur V bölünsün Q bölü M B. Q bölü M də bizə nəyi verirdi? Xüsusi yükü. İndi burada xüsusi yükü tapanda Q bölü M'i. V'ni bölürük nəyə? B, R-ə. Yəni, görək ki, xüsusi yük radiusdan tərs asılıdır. Xüsusi yük radiusdan asılı idi. Radiusdan tərs asılı idi. Periyoddur, düsturu 2 PM bölü QB idi. Sürətdən, impulsdan, kinetik enerjiden asılı değildi. Periyod, tezlik və bucaq sürəti bu düsturda olan QBM, yəni yük, induksiya və kütlədən asılıdırlar. Yəni bu bizim düsturlarımız idi. Düsturlarımızı yadımıza saldıq. Və ilk suallarda hamısı bu düsturlardan bəhs edir. Rahatçının 24-cü sualda səndən periyodun radiusuna sıfır istəyir və dedi ki, periyod 2 PM bölünsün QB. Düsturda olan kəmətlərin asılıdır. O düsturda radius olmadığı üçün periyod manevr sahəsində radiusdan asılı deyil. 24-cü sualın cavabı olur B variantı, Bakı. 25-də isə belə suallar qabağına çıxa bilər, şəkilli sualı və deyir ki, hansında xüsusi yük modulcu əngsikdir. Biz dedik ki, xüsusi yük radiusdan tərs asılıdır. Düsturu qeyd elədik və dedik ki, xüsusi yük radiusdan tərs asılıdır. Radiuslara baxsaq, 1-in radiusu əngsikdir, 5-in radiusu ən böyük. Yəni, 5-in radiusu bu qədərdir, 1-in radiusu bu qədərdir. Bunda deməli, xüsusi yük ən kiçik olması üçün radiusu ən böyük olmalı, tərs asılı olduğu üçün radiusu ən böyük olan 5-də xüsusi yük ən kiçik olacaq. 26-da isə xüsusi yük ən böyük soruşur, radiusu ən kiçik olan 1-də xüsusi yük ən böyük olacaq. Xüsusi yük radiusdan tərs asılıdır. Belə müqayisə sualları düşə bilər qəbul imtahanında. Daha sonra 27-də isə 27-28-də isə kütləni bizdən istəyir uşaqlar. Yenə radiusun üstünü yadımıza salsaq, R bərabər MV bölü QB bu çox vacib düsturdur mühendis sahəsində. Mən görürəm ki, yenə radiusdan kütlə düz mütənasib. Burada radiuslara baxsam, hansı radiusu böyükdürsə, orada kütlə böyük olacaq. Burada da 5-in radiusu böyük olduğu üçün kütləsi ən böyük 5, yəni C variantı. 28-də isə kütləsi ən kiçiyi soruşursa, radiusu ən kiçiyi götürəcəm, yəni 1-i götürmüş olacam. Yəni, bu suallarda ya cavab 1 ya da 5-dir, yəni digər variant ola bilməz. Ya ən böyük qiymət radiusun ən böyük qiymətini ya da
Radiusun ən kiçik qiymətini götürürsən. Sonra periyod dediyimiz kimi 2 pm bölü kb üstündəki əməklərdən asılıdır. İmpulsdan asılı deyil. Yəni 29 sualın cavabı D variantı. Maneə sahəsində periyod impulsdan asılı deyil. 30-da da həmçinin. Tezlik də yenə impulsdan asılı deyil. 30-da da cavabımız olacaq C variantı. QB bölünsün 2 pm üstündəki əməklərdən asılıdır. İmpulsdan, sürətdən, kinetik enerjidən asılı deyillər. 31-də, aha, radius kinetik enerjidən necə asılıdır? Uşaqlar, kinetik enerji 4 dəfə artırsa, yəni belə deyə bilərik ki, düstur yazmadan da deyə bilərik ki, kinetik enerji 4 dəfə artırsa, mənim sürətim neçə dəfə artır? 2 dəfə artır. Yəni kinetik enerjini elə sürətlə düstur yazıca salsaq, mv kvadratı bölü 2. Sürətdən kvadrat düz asılıdır. Sürət 2 dəfə artırsa, kinetik enerji 4 dəfə artır. Və radius r bərabər mv bölü qb-dir. Radiusla sürət düz. Sürət 2 dəfə artırsa, radius da 2 dəfə artar. O birinci sualın cavabı olar Y variantı. Əgər sürət 2 dəfə artırsa, kinetik enerji 4 dəfə artır. Radius da sürətdən düz mütənasib asılı olduğu üçün sürət 2 dəfə artırsa, radiusun qiyməti də 2 dəfə artmış olur. Və xüsusi ki, əsas vahidlərini ifadə eləsək, xüsusi yükün vahidi nədir? Xüsusi yük Q bölünsün M-dir. Yəni vahidi kulon, yükün vahidi kulondur. Kütlənin vahidi kiloqramdır. Kulon bölünsün kiloqramdır. Kulonu atsaq, əsas vahidini ifadə eləsək, kulonun atışı necə idi? Amper vur saniyə. Onda xüsusi yükün vahidinin əsas vahidlərin ifadəsi amper vur saniyə böl kiloqram olacaq. Daha sonra, Ali, bəli mən, dərsdən qıraq bir dənə sual versəm olar, fizika deyə. nə deyirsən? Genetik əlaqədən bir dənə sualda deyir ki, sabit gərginlik mənbəyinə qoşulmuş kondensator lövhələri arasındakı məsafə 2 sm-dir. Deyir, mənfi yüklənmiş lövhənin yaxınlığından sərbəst buraxılan mənfi yük zərrəcik A təcili alaraq digər lövhəyə V sürəti ilə çatır. İndi deyir, bu lövhələr arasındakı məsafənin 1 sm-ə qədər dəyişdikdə V ilə A necə dəyişər? Elə sual budur. O sağa atarsan mən şəklini. Yaxşı. Deməli, sonra 36 yenə dediyim kimi çox vacibdir. Çevrədir. Çevrədə bildiyimiz qədərilə period sürətdən tərs asılı idi. Çevrə bərabər sürətli hərəkətdə periodun üstü necə idi? T bərabər 2 pi bölsün V. Burada tərs asılı idilər. Amma maneə sahəsində periyod 2 pi bölü qb düsturuna baxılır. Burada sürət olmadığı üçün periyod sürətdən asılı deyil. Yekun düstur bu düsturdur. Yekunda düstur bu formaya gəlir. Bu düstura əsasən periyod sürətdən, impulsdan, kinetik enerjidən asılı deyil. O çatda sual cavabı D variantı. Yəni əsas çaşdırıcı məqamlardan biri budur. Qəbulda düşmə ehtimalı yüksək olan şeylərdəndir. Periyod maneə sahəsində sürətdən asılı deyil. O 7-də isə artıq asılı olacaq, çünki düsturda yük var, maneə sahəsində yük var və yük hardadır? Məxərcdədir. Yəni period yükdən necə asılı olacaq? Tənasib asılı olacaq. Davam. 38, 39. 39-da da yenə tezlik sürətdən asılı deyil. Düsturunda sürət yoxdur. Nü bərabər QB bölü 2 pi. Kütlədən tərs asılıdır. Yuxarıda kütlədən də asılı soruşurdu. Amma sürətdən asılı deyil. Misal üçün 38-ci sualda
Kütlənin aslını soruşur. Kütlədən tərs mühasibə asılı olacaq. 40-da da həmçinin QB bölünsün 2PM tezlik B-dən, yəni induksiyadan düz mütənasib asılıdır. 40-cı sualın cavabı B variantı. QB bölü 2PM tezlik induksiyadan B-dən düz mütənasib asılı olacaq. Period isə induksiyadan tərs asılı olacaq. 2PM bölünsün QB düsturda aşağıda yerləşdiyi üçün period induksiyadan tərs asılı olacaq. 41-də D. 42-də R bərabər MV bölü QB, R V-dən düz asdı. 42-də cavabımız olur C variantı. 43-də də R bərabər MV bölü QB, B aşağıdadır, R B-dən tərs asdı. 43-də də cavabımız olur B variantı. Yəni, burada ancaq bu səhifədə asılıqları soruşur da bizdən. Yenə period impulsundan asılı deyil. 44-də A, 45-də C tezlik impulsundan asılı deyil. 46-da R bərabər MV bölü QB, R Q-dan tərs asılıdır. 46-da D. Sonra periodla tezin üstündə kinetik enerji yoxdur. 48-də C asılı deyil period kinetik enerjidən. 49-da da D tezlik də kinetik enerjidən asılı deyil. Keçirik növbət səhifəmizə. Burada məsələ əlləridir. 50, 51 birini işləsək, 51-i desək. Yəni R bərabər NV bölü QB düsturundan induksiya, yəni B-ni tapırıq. Bu düstur olur NV bölsün QR. M 9 vurun üstü mənfi 31 elektron kütləsidir. V sürət 16 meqadır. Mega 10 üstü 6-dır. Yük elementar yükdür, çünki elektrondan bəhs olunur. Yəni yükün yerinə elementar yükü, elektron yükünü yazırıq. 1.6 vurun üstü mənfi 19. R də radiusda 2 sm, yəni 2 vur 10 üstü mənfi 2. Santimetr metrə çevirəndə 10 üstü mənfi 2. 16 1.16-ya bölünür 10 qalır. 9 bölü 2 4,5. 10 üstü mənfi 31 10 üstü 10 10 üstü bir dənə də yəni 10 üstü mənfi 30. 10 üstü mənfi 30 10 üstü 6 10 üstü mənfi 24 10 üstü 5 10 üstü neçə olur bu? 10 üstü 5 10 üstü 3 10 üstü mənfi 5 10 üstü mənfi 3 10 üstü mənfi 3 nədir? Millidir. Yəni 4,5 milli test. Yəni cavabımız olur 51-ci sualda B variantı. Tamam. 52-də isə yenə düsturumuz bu düsturla gedə bilərik. Yəni periodun sürətlə düsturuna gedə bilərik məsələdə. 2 per bölünsün V ilə. Sadəcə astı qrafikində düz gəlmir, amma belə məsələlərdə lazım olur. 2 pisi 3 eri 4 sm, yəni 4 vurun üstü mənfi 2. Sürəti 8 vurun üstü 6. 2-ni 4-ə vuranda 8, 8-lər getdi, qaldı 3 elə. 10 üstü mənfi 2, 10 üstü mənfi 10 üstü 6-ya böldükdə 10 üstü 8. Bunu da mən mənfi 8. Bunu da mən 30 vur 10 üstü mənfi 9 yaza bilərəm. Mənfi 9 nə deməkdir? Nano deməkdir. Olur 30 nano saniyə. Yəni cavabımız olacaq 52-ci sualda Y variantı. Tamam. Oxşar sualdır. Hə, 54 müqayisə suallarından. Sənə deyir tezisləri müqayisə elə. Bu suallarda
Sürətlərə baxmırıq. Çünki dedik ki, tezlik manit sahəsində, Beliz manit sahəsində sürətdən asılı deyil. Ona görə də sürətdən asılı olmadığı üçün tezliklər bərabərdir. Beliz manit sahəsində tezlik sürətdən asılı deyil. Ona görə də sürətdən asılı olmadığı üçün tezliklər bir-birinə nə olacaq? Bərabər olacaq. 54-də cavabımız olacaq B variantı Bakı. 55-də isə yenə səndən hansıların qiymətləri eyni soruşur. Asılı olmayanları götürəcək. Yəni sürətdən asılı olmayanları. Sürətdən asılı olmayan tezlik, period, bucaq sürəti. Bunlar qiymətləri eynidir. 55-də cavabımız olacaq. 50, deməli C variantı. Sürətdən asılı olmadığı üçün qiymətləri bərabərdir. 56-da yenə sürətdən asılı olmayanları götürəcək. Yəni period. Periodu sürətdən asılı olmadığı üçün bir cismani sahəsində onda qiymətləri nə olur? Bir-birinə bərabər olur, eyni qalır. Radius period hansında sürətlə düz mütənasibdir? Dedik ki, sürətdən asılı olan radiusdur. R bərabər mv bölü qb sürətdən düz asılıdır. Və period sürətdən asılı deyil. Nüqs ilə tərs mütənasibdir. Periodun üstü nədir? 2 pm bölü qb induksiyadan tərsdir. Radiusda R bərabər mv bölü qb yenə induksiyadan tərsdir. Hər iki düsturda induksiya aşağıdadır. Hər ikisindən tərs asılıdır. Və xüsusi yüklə tərsdir. 2 pi q bölü m düşəcək. Burada da uşaqlar period da xüsusi yükdən tərs olur. Q bölü m. M aşağı atanda period da xüsusi yükdən tərs olur. Burada R bərabər mv bölü qb-də də m aşağı atsa mv daha doğrusu v bölünsün q bölü m b. Həmçinin radius da xüsusilikdən tərs asılı olur. Həm period xüsusilikdən tərs asılı olur, həm də radius xüsusilikdən tərs asılı olur. Q bölü m-dən tərs asılı olur. Bu da ortağa aiddir. 1, 2, 3, 4 yəni D variantı. Elektron və proton üçün oxşarlıqlar fərqlilikcə 60-cı sual. Deyək çevrəcə bərabər hərəkət edən maneə sahəsində hər ikisi qaldı. Təcil daha böyükdür. Təcilin üstü nədir? A bərabər F bölünsün M. Yəni QVB bölünsün M. Həm elektronun, həm də protonun yükü 1-dir. Kütlələri fərqlidir. Burada kütləsi böyük olan nə hansıdır? Yadda saxlayırsınız ki, protonun kütləsi elektronun kütləsindən böyükdür. Qiymətlərini yazsaq, elektronun kütləsi 9,1 təxminən 9,1 vur 10 üstü mənfi 31-dir. Protonda isə 1,6 ya da 1,67 belə 10 üstü mənfi 27-dir. Təxminən. Kütlələr bunlardır. Bunu elektronu 9,11 də yazmaq olar. Məsələn, belə bir qiymət. Burada mən görürəm ki, bu 10 üstü mənfi 31-dir, bu 10 üstü mənfi 27. Deməli, protonun kütləsi daha böyükdür. Protonun kütləsi elektronun kütləsindən daha böyükdür. Ona görə də təcil də kütlədən tərs asılı olduğu üçün, protonun kütləsi daha böyük olduğu üçün təcili daha kiçik olacaq. Proton kütləsi daha böyük olduğu üçün təcili daha kiçik olacaq. Təcil kütlədən tərs asılı olduğu üçün. Burada deyir ki, təcil daha böyükdür, deməli elektronda. Protonda daha kiçikdir. Tezliyi müqayisə eləsək, period tezlik nəyə bərabərdir? QB bölünsün 2 pm. Yenə kütlədən tərs, kütləsi böyük olan protonda tezlik kiçik olacaq.
elektronda daha böyük olacaq. Kütləsi kiçik olan elektronda tezlik daha böyük olacaq. Və period isə kütlədən düz asdı. Kütləsi daha böyük olan protonda period daha böyük olacaq. 2, 4, 3, 5, 1, yəni A variantı. Kütlələrə görə müqayisə edirik. Protonun kütləsi elektronun kütləsindən çoxdur. Yəni kütlə ədədi olaraq da elektronda kütlə ədədi 0-dır, protonda 1-dir. Kütlə ədədi olaraq da yenə proton daha böyükdür. Dəqiq kütlələri yazanda da biri 1,67 və 10 üstü mənfi 27, biri də 9,11 və 10 üstü mənfi 31-dir. O cəhətdən də protonun kütləsi daha böyükdür. 60-dan sağa baxdı. Tamam. Alfa zərrəciklə elektron fərqi. Burada da yenə kütlələri müqayisə etsək, alfa zərrəcinin kütlə ədədi 4-dür, protonda elektronda 0-dır. Yəni kütlə ədədi böyük olan alfa zərrəcidir. Yəni alfa zərrəcinin kütləsi elektrondan daha böyükdür. Çevrəcə bərabər ilə hər ikisi təcil daha böyükdür. Yenə kütləsi kiçik olan elektronda təcil daha böyük olacaq. Alfa zərrəcinin kütləsi böyük olduğu üçün təcil kiçik olacaq. Təcil kütlədən tərs asılı olduğu üçün. Yəni eyni şeylərdir. Yəni tezlik daha böyükdür. Kütləsi daha kiçik olan elektronda tezlik kütlədən tərs asılı olduğu üçün. Və periyod da yenə eyni şey. 2 pm bölü QB. Kütləsi böyük olan alfada periyod da böyük olacaq. 3, 5, 2, 4, 1. Ümumiyyətlə, ən kiçik kütlə burada elektrondadır. Elektronun kütləsi ən kiçikdir. Protondur, alfa zərrəcikdir. Bunların kütlələri elektrondan daha böyük olur. Və kütləsi kiçik olduğu üçün elektronda həm təcil, həm də tezlik böyükdür. Çünki hər iki kəmək kütlədən tərs asılıdır Maris sahəsində. Aha, belə tipli suallar düşə bilər bu radiuslara görə. Deməli, sızdıq traktoriyalara görə. Sənə deyir ki, birinci zərəci, ikinci zərəci. Lorentz müqayisəsinin təsirinə meyilli hər ikisi. Hər ikisi Maris sahəsində Lorentz müqayisəsinin təsirinə meyil edər. Hansı müsbət zərəcikdir? Aha. Lorentz müqayisəsinin istiqamət tapsaq. Hı -hı. Deməli, dedik ki, Lorentz müqayisəsinin təsirinə meyil edir hər ikisi. Əgər müsbət zərəcikdirsə, hərəkət istiqaməti yuxarı, onda x-dir, əlimin içinə baxıram. 4 barmaq müsbət kimi hərəkəti istiqamətində yuxarı, baş barmaq düşür sola. Deməli, Lorentz müqayisəsinin istiqaməti soladır. Müsbət yükdə. Onda Lorentz müqayisəsinin istiqaməti soladırsa, müsbət yükdə sola meyl eləyəcək. Deməli, birinci zərrəcik soladır. Sola meyl edir. Birinci zərrəcik soladır. Çünki müsbət zərrəcikdir. Sola doğru meyl edir. Lorentz müqayisəsi soladır. İkinci zərrəcik isə mənfi olacaq. Çünki mənfinin hərəkətini yuxarı olanda 4 barmaq mənfinin hərəkətinin əksinə aşağı tutulur. 4 barmaq mənfi yükün hərəkətinin əksinə aşağı tutulur. Baş barmaq getdi sağa. Deməli, Lorentz müqayisəsi sağadır. Lorentz müqayisəsi sağ olduğu üçün ikinci zərrəciyi sağa doğru meyl etdirir. Lorentz müqayisəsinin təsiri ilə bu zərrəcik meyl edir. Müsbət olanda Lorentz müqayisəsinin istiqaməti sol olduğu üçün sola meyl edir. Birinci zərrəcik deməli müsbətdir. Mənfi olduqda Lorentz müqayisəsinin təsiri ilə sağa meyl edir, sağa hərəkət edir. Onda ikinci zərrəcik mənfi yüklü zərrəcikdir. Q2 daha böyükdür, daha kiçikdir. Bunu da radiusa görə baxırıq.
Dedik ki, xüsusi 3 radiusdan tərsdir. Yəni, Q bölü M radiusdan tərs. Bunda xüsusi 3 daha böyük olan, radiusu daha kiçik olandır. Burada R1 R2-dən böyükdür. Yəni, birinci zərrəcik ikinciyə nisbətən daha böyük radius çizib. Ona görə də xüsusi 2 daha böyük olacaq, deməli, ikincidə. Radiusu kiçik olduğu üçün xüsusi 2 daha böyükdür. Xüsusi 2 daha kiçik olan, radiusu böyük olan birincidə olacaq. 2, 5, 3, 4, 1, yəni Y variantı. Bu da belə. Sonra nə var burada? Hı -hı. 67. Yenə sürətləri verib bizə və deyir ki, təcilləri müqayisə elə. Təcil sürətdən asılıdırmı? Asılıdır. Düstur necədir? A bərabər F bölü M. F-in yerinə nə yaza bilərəm? Q, V, B. Yəni, bu düstura görə görürəm ki, təcil sürətdən düz asılıdır. İndi, burada müqayisə eləsə, ikincinin sürəti birincidən 2 dəfə çox olduğu üçün təcili də 2 dəfə çox olacaq. İkincinin sürəti birincidən 2 dəfə çox olduğu üçün təcili də 2 dəfə çox olacaq. Təcil QV bölünsün B üstünə əsasən sürətdən düz asılıdır. Cavab olacaq Y variantı. Davam. 68-də bir dənə maraqlı tema var ki, 2 elementar yük hissəsi. Yəni, bu sualda yükü Q 2Y'yə bərabər. 2 elementar yük dediyi üçün yük 2Y'yə bərabərdir. Yəni, 2 vur 1.6 vur 10 üstü mənfi 19-a. Yəni, 3.2 vur 10 üstü mənfi 19. İnduksiyası var, sürəti var, səndən kütləni istəyir, radiusu da var. R bərabər MV böl QB-dən M-i tapırsan kütləni. Olur QBR bölünsün nə? V. Yükü 3,2 vur 10 üstü mənfi 19. İnduksiyası 10 milli-tesla, yəni 10 vur 10 üstü mənfi 3. Radiusu da 50 santimetr, yəni 50 vur 10 üstü mənfi 2. Aşağıda da sürətin qiymətini yazırsan, yəni 1.6 vur 10 üstü 15. 3,2 1.6 ilə gedir 2. 2 vur 50, 100. Cavab onluqlarlandır və yəqin ki, cavabımız olacaq. 10 5'ti, 15 değil. Ha? 5 verib orada. 10 üstü neçə verib? 5 verib. Aha, olsun burada 5. Yəni, axırda cavab olacaq 10 üstü mənfi 26 ilə. Çünki 10 üstlər qalmalıdır. Çünki başqa kəmiyyətlərin hamısı gedir ixtisar. 3,2-ni 1.6 ilə 2, 2 vur 50, 100. Onu da 10 üstü 2 eləyir. Bunlar da ancaq 10 üstülərdir. Digər variantlar heç biri uyğun gəlmir. Müəllim, Ha, milliqram 10 üstü mənfi 6-dır. bəli. Tamam. Milli 10 üstü mənfi 3, qram da 10 üstü mənfi 3. 2 dənə 10 üstü mənfi 3 olur 10 üstü mənfi 6. Gəldi 69-70 tipi suallara. Biz burada demişdik ki, Lorentz kütləsinin istiqaməti mərkəzdədir. Burada Lorentz kütləsi mərkəzdədir, çünki çevrədə biz demişdik ki, Lorentz kütləsinin istiqaməti mərkəzdədir. X-dir. Əlimi içi tuturam. Bu zaman başlamaq gedir mərkəzdə, yəni aşağı. Onda 4 barmaq düşür sola. Biz də demişdik ki, 4 barmaq mənfi 3-ün hərəkətinin əksinə tutulur. Onda mənfi 3-ün hərəkət istiqaməti sağadır. Yəni 5 istiqamətində. Təkcə edirəm. X əlimin içinə baxıram. Baş barmaq Lorentz kütləsinin istiqamətində çevrənin mərkəzinə doğru aşağı tutulur. Bu zaman 4 barmaq düşür sola. Lakin mənfi 3 olduğu üçün hərəkət istiqaməti sağadır. Çünki
dörd barmağı mənfi kütle hərəkətinin əksinə tutulur. Dörd barmaq sola tutduğumuz üçün mənfi kütle hərəkəti sağadır. 70-də isə yenə Lorentz qüvvəsi mərkəzə soladır, çevrənin mərkəzinə. Bu zaman x nöqtədir, əlimi çölünü tuturam, başlamaq getdi sola, Lorentz qüvvəsi sola. Onda 4 barmaq düşür aşağı. Mənfi 2 olduğu üçün hərəkət istiqaməti yuxarı olacaq. Yəni 1 istiqamətində. Çünki 4 barmaq aşağı düşür. Mənfi 2-nin hərəkətinin əksinə tutulduğu üçün mənfi 2-nin hərəkəti yuxarı. Yəni D variantı. 70 dənə suala baxdıq. Pis yaxşı. Keçək indi növbəti suallardan biri 71-ə. Sənədir ki, bir cismani sahəsində çevrə hərəkətin 250 geniş 4 dəfə artarsa, ona təsirlə Lorentz qüvvəsi necə dəyişər? Kökaltı asılıdır. Niyə? Çünki Eflansin düsturu Q və B-də V-ni yerinə yaza bilərəm. Kök altında 2 WK bölünsün M. Yəni sürətin yerinə kök altında 2 WK bölünsün M yazaram. Çünki kinetik enerji mv kvadratı bölü 2-dir. Buradan sürət tapanda olur kök altında 2 WK bölünsün M. Yəni Lorentz qüvvəsi görürəm ki, burada kinetik enerjidən kök altı düz astıdır. Əgər sənə xüsusi şərt olaraq radiusu sabit vermirsə, çünki radiusu sabit verəndə belə bir düstur var idi. F Lorentz bərabər 2WK bölünsün R düsturu. Əgər radiusu sabit verirsə, düz astıdır. Yox, radiusu sabit vermirsə, normalda elə kökaltı düz astı olur. Və Lorentz qüvvəsi kinetik enerjidən kökaltı düz astı olduğu üçün kinetik enerji 4 dəfə artırsa, Lorentz qüvvəsi kökdəki 2 dəfə artmış olacaq. 4-dən kök çıxır 2. 2 dəfə artır. Davam. Aha, 73 və 74 sualları qəbul imtahanlarının bəzəkləri. Deməli, sənə deyir ki, impuls azaldılarsa, periodla radius necə dəyişər? Biz dedik ki, manit sahəsində period impulsdan, sürətdən, kinetik enerjidən asılı deyil. Yəni, period dəyişməz. Yaxşı, radius necə dəyişər? Radius R bərabər mv bölü qb-dir. Mv elə impulsdur. Yəni, impuls azalırsa, radius da azalır. Radius impulsdan düz asılıdır. Onda impuls azaldı, radius azaldı. Period isə impulsdan asılı olmadığı üçün dəyişməz. 74 cavab olan B, Bakı. 74-də də həmçinin period impulsdan asılı deyil, radius artacaq çünki impuls artır. Dəyişməz artar, yəni Y variantı. Bu tipli suallar dediyim kimi qəbul imtahanların bəzəkləridir. Qəbul imtahana düşmə ehtimalı olan, böyük ehtimal olan suallardan bir neçəsidir. Davam. Qalsın 77-də sənə sürəti azaltsaq, radius və period necə dəyişər? Radius sürətdən düz asılıdır. mv bölünsün qb. Yəni sürət azalırsa, radius da azalır. Və period dedik ki, sürətdən asılı deyil. 2 pm bölü qb, düsturda sürət yoxdur, sürətdən asılı deyil. Period dəyişməz, radius isə azalar. Azalar dəyişməz, yəni A variantı. Yetmiş səkkiz, 79. Burada da Lorentz qüvvəsinin istiqamətinə baxırıq. Tamam müəllim, necəsiz? Sağlam, yaxşı olur. Deməli, mənfi 3-dür. 4 barmaq mənfi hərəkətin əksinə sola tutulacaq. Mənfi 3-dür. 4 barmaq mənfi 2-nin hərəkətin əksinə sola tutulacaq. Başmaq düşür aşağı. Deməli, Lorentz qüvvəsi aşağıdır. Lorentz qüvvəsi aşağı olduğu üçün istiqaməti aşağı istiqamətdə, yəni A variantı olur. Çevrə üzrə aşağı istiqamətdə yönəlir. 79-da isə müsbət yükdür. 4 barmaq müsbət yükün hərəkətinin istiqamətində. Sağa, X əlimin içinə baxıram. 4 barmaq sağa, baş barmaq düşdü yuxarı. Deməli, Lorentz qüvvəsi istiqaməti yuxarıdır.
79-da cavabımız olacaq D variantı. 78-də Lorentz kütlesi aşağı hərəkət edir. 79-da isə Lorentz kütlesinin istiqaməti yuxarı olmuş olacaq. Keçdik 80-81 tipli suallara. 81. Sənə dik sürəti azaltsa, yenə dediyimiz kimi, radius sürətdən düz asılıdır. Sürət azalırsa, radius da azalır. Tezlik isə sürətdən asılı deyil. Azalar dəyişməz, yəni 81 sualın cavabı olar C variantı. 82-83 tipli suallarda səndən düstur istəyir. Yəni, tam periodda yerləşmə sürət nəyə bərabərdir? Tam periodda sürət dəyişməsi 0. Bildiyimiz qayda ilə çevrə zərbəsiyyətli hərəkətdə tam periodda sürət dəyişməsi ilə yer dəyişmə 0 edir. Ona görə də burada cavabımız olacaq elə 0. Fərqi yox idi, neçə tam period. 83-də isə yarım periodda sürət dəyişməsi nə idi? Yarım periodda 2V. Yarım periodda sürət dəyişməsi 2V. V-nin yerinə düstur yaza bilərəm. V-nin manis sırasına düsturu. QBR bölünsün M. 2 də bunu yazsam olacaq 2 QBR bölünsün M. Yəni D variantı. 84-də isə məxərc 4 olduqda sürət dəyişməsi, yer dəyişmə kökdə 2 idi. Yəni kökdə 2 V. Yəni cavab olacaq Y variantı. 85-də də həmçinin məxərc 4 olduğu üçün 4də 3. Bunda sürət dəyişməsi kökdə 2 olur. Kökdə 2 V. Yəni kökdə 2 QBR bölünsün M. Cavab olacaq 85-də Bakı. 86-da 4də 1-də yenə impuls dəyişməsini biz desək. 4də 1-də impuls dəyişməsi kökdə 2 P-dir. İmpulsun yerinə yazıram. İmpulsun üstürü QBR. Burada da yenə 4də 3 olduğu üçün impuls dəyişməsi kökdə 2 olacaq. Doxsanda da yarım period müddətində yerləşmə nəyə bərabərdir? Yarım periodda 2R. Yarım periodda yerləşmə 2R'dir. R-in düsturu nədir? MV bölünsün QB. Bunda düsturu olur 2 MV bölünsün QB. Doxsan birdə də tam periodda yerləşməni soruşduğu üçün tam periodda yerləşməsi 0-dır. Tam periodda eyni nöqtəyə qayıtdığı üçün yerləşməsi 0 olur. Növbəti səhifə. Dörtdə 1, 4də 3 gedilən yolu soruşur 93-də. 4də 3-də gedilən yolu tapanda yol 2πr n idi. Yəni nə qədər dövr eləmisənsə, onu 2π-ə vuranda çevrənin uzunluğuna gedilən yolu tapırdın. Burada da dövrü 4də 3-dür. Yəni 2π-ə vururam 4də 3-ə. Bu bizə verir 3πr bölünsün 2. R-in değerini yazmam. R-in üstünü yazıram. MV bölü QB-ni. Onda düstur olur 3π ME bölü 2 QB. Yəni cavab olur 93-də Y variantı. Yəni nə qədər dövr eləmisənsə, dövr sayını vururuq 2π-ə çevrənin uzunluğuna və gedilən yolun qiymətini tapıram. Burada da R-in radiusun yerinə radiusun düsturunu MV bölü QB-ni qoya bilərik. 94. Sənə deyir ki, proton sürətini kitab azaltsaq, bucaq sürəti yenə dəyişməz. Period və tezlik kimi bucaq sürəti də manis sahəsində sürətdən asılı deyil. Təcil isə sürətdən düz asılıdır. A bərabər QBV bölünsün M. Yəni sürət 2 dəfə azalırsa, təcil də 2 dəfə azalır. Bucaq sürətinin üstürü isə QB bölünsün M idi. 94-də Bakı. 95. Protonun təcilinin müqayisəsi. Təcil dedik ki,
kütlədən tərs asılıdır. Yəni A bərabər F bölü tərs. Onda kütlələrə baxsam, birincidə kütlə ədədlərinə baxmam kifayətdir. Birincidə kütlə ədədi 1-dir, ikincidə kütlə ədədi 4-dür. Onda ikincinin kütlə ədədi birincidən 4 dəfə çox olduğu üçün və təcili də 4 dəfə kiçik olacaq. Yəni protona mən təcilini A deyirəmsə, alfanın təcili olacaq A bölünsün 2. Yəni Bakı. Burada kütlə ədədlərinə baxmam kifayətdir. Alfa hissəsinin kütlə ədədi protonun kütlə ədədindən 4 dəfə çox olduğu üçün təcili doğrudan bir dəqiqə 4 dəfə idi bu. Burada yükə də baxmalıydım. Bir səhv yazdım bunu. Bir dəqiqə sorry. Burada yükə də baxmalıydım. A bərabər F bölüm. F'in yerinə yazdıram. QVB bölünsün M. Proton üçün yazsam. Yuxarıda aşağıdakı kütlədir. Aşağıdakı yükdür. Yuxarıdakı kütlədir. Aşağıdakı yükdür. 1. Yuxarıdakı kütlə ədədidir. 1. Onda nisbət neçə oldu? VB. Alfa üçün yazsam. Yükü 2. Kütləsi, kütlə ədədi 4. Bu da bizə verir VB bölünsün 2. Mən görürəm ki, protonun təcilini A desəm, alfanın təcilindən A bölünsün 2 deyərəm. A bərabər F bölüm, F'in yerinə yazdım, QVB bölünsün M. Yük və kütlələri müqayisə elədim. Alfanın yükü 1, kütlədə də 1-dir. Hər birinə 1 qoydum. Q-ya da 1, M-ə də 1. Protonda. Alfada isə yükü 2-dir, kütlədə 4-dür. 3-ə 2, Q-ya 2, kütlə ədədinə M-ə 4 yazdım. Yuxarı 2, aşağı 4. Nisbət oldu 2-də 1. Birincinin təcili A-dırsa, ikincinin təcili olur. Nisbət 2-də 1 olduğu üçün A bölünsün 2. Davam. 95 dənə suala baxdıq. Periodların müqayisəsi 97. Periodun üstü necədir? T bərabər 2 PM bölünsün QB. Yenə eyni şey yazıram. Proton üçün yazsam 2 pi kütlə ədədi 1, yükü də 1 olur 2 pi böl B. Alfa hissəsi üçün yazsaq 3 kütlə ədədi 4, M-in yerinə 4 yazdım. Yük ədədi 2, Q-nun yerinə 2 yazdım. İkilər getdi, qaldı 4 pi bölünsün B. Yəni buna mən əgər T desəm, buna deyərəm 4-ə 2-yə T deyirəmsə 4-ə deyirəm 2T. Deməli mən alfa hissəsinin periodu 2T-yə bərabər. Aşağıdakını Q-ya yükün qiymət yerinə qoydum. Yuxarıdakı isə kütlənin yerinə qoydum. Və düsturları müqayisə elədim. 97-də cavab oldu C. Yüzdə də tezliklərdir müqayisə elə. Tezində düsturu nədir? QB bölünsün 2 PM. Alfa üçün yazsam yükü 2, kütləsi 4. 2-lər getdi, qaldı B bölünsün 4B. Proton üçün yazsam yükü 1, kütləsi 1. B bölünsün 2B qaldı. Əgər mən alfa hissəsiyə N deyirəmsə, protona deyirəm, məxrəci 2 dəfə azaldığı üçün qiymət 2 dəfə artdı. Olacaq 2N. Yəni yüzdə D variantı. Burada nisbət 4-də 1-dir. 4-də 1-ə N deyirəmsə, 2-də 1-ə deyirəm 2N. Məxrəc 2 dəfə azaldığı üçün qiymətim 2 dəfə artdı.
Gəldik 101-ə. Səndən deyir ki, xüsusi yüklərin nisbətini deyir, tamam? Xüsusi yük radiusdan tərs edir. Yəni birincinin xüsusi yükünü ikincinin xüsusi yükünə böldükdə ikincinin radiusunu birincinin radiusuna bölürəm. İkincinin radiusu R0-ı bölürəm birincinin radiusu 2R0. Buna nisbət neçə olur? 2-də 1 olur. Yəni cavabımız olur 101-ci sualda C variantı. Xüsusi yük radiusdan tərsdir. Birincinin xüsusi yükünü ikincinin xüsusi yükünə böldükdə ikincinin radiusunu birincinin radiusuna bölürük. İkinci radiusu R0 bölürəm. Birinci radiusu 2R0'a. Onda nisbət olur 2-də 1. 102-də və 103-də sürətlərin müqayisəsi nə istəyir? Sürət necə idi sürət? R bərabər mv böl qb. Buradan sürət tapanda qb r bölünsün m. Yükləri müqayisə eləyəcəyəm. Başqa, radiuslar eynidir. Kütlələr də eynidir. Onda sürətin yüklə münasibətinə baxsam, V1 böl V2 bərabər Q1 böl Q2. Q1 2 Q'dur, Q2 6 Q'dur. Modulca baxıram. Bizdən sürətlərin modullarını müqayisə edir. Ona görə mənfini yazmaya ehtiyac yox. Nisbət oldu 3-də 1. Deməli, V2 bərabərdir 3V1-ə. İkincinin yükü birincinin yükündən modulca 3 dəfə çox olduğu üçün sürəti də 3 dəfə çox olacaq. İkincinin yükü birincinin yükündən modulca 3 dəfə çox olduğu üçün sürəti də modulca 3 dəfə çox olur. Üzüşdə radiusları müqayisə elə deyir. Kinetik enerjilər eyni. Bax, burada əsas şərt kinetik enerjilər eyni. Onda kinetik enerji eynisə sürətlər də eynidir. Onda R bərabər elə mv bölü qb üstünə baxırıq. Sürətləri eynidir. Kinetik enerji eyni olduğu üçün və R burada görürəm ki, proton üçün yazsam 1'dir. Yəni V böl B. Alfa hissəsi üçün yazsam kütlə ədədi 4, yükü 2. 2V böl B. Onda görürəm ki, alfanın radiusu proton radiusundan 2 dəfə çoxdur. Burada mən gördüm ki, R bərabər mv böl qb-dən qiymətlərini də qoydum. Kinetik enerji eyni olduğu üçün sürətləri eynidir. V'ləri fərqləndirməyə ehtiyac yoxdur. Burada dəyişən m ilə q oldu. Və hər biri üçün kütlə ilə yükü yazanda alfa hissəcəyin yükünün, radiusunun proton radiusundan 2 dəfə çox olduğunu tapdım. Keçirik növbəti səhifəyə. %4. Sənə deyir ki, Bilirsiz massası daxil hansı proton çevre zərbəsində hərəkət edir? Periodiklər daxil olan. Yəni epsilon üstü QVB sinus alfadır. Periodiklər daxil olsa proton, bu zaman Lorentz qüvvəsi ən böyük qiymətini alıb çevrə üzrə bərabər sürətdə hərəkət etdirəcək o yükü. Yəni 2 ilə 4. İndi qısa xəttlərlə periodiklər daxil olan 2 ilə 4-də proton çevrə üzrə bərabər sürətdə hərəkət edəcək. 1 və 3-ə Lorentz qüvvəsi təsir etmir. İndi qısa xəttləri ilə eyni istiqamətdə və yaxud əks istiqamətdə sahəyə daxil olan 1 və 3-də Lorentz qüvvəsinin qiyməti 0-dır. Lorentz qüvvəsinin qiyməti 0 olduğu üçün çevrə üzrə bərabər sürətdə hərəkət etmirlər. Çünki burada manyetik sahəsində yükü çevrə üzrə bərabər sürətdə hərəkət etdirən Lorentz qüvvəsidir. %5-də təcillərin müqayisəsi həm yükə, həm də sürətə baxıram. Düsturda həm yük, həm də sürət var. Onda
A2 bölü A1 bərabərdir. Q2 bölü Q1 V2 bölü V1. İkincinin yükü Q, birincinin yükü 2Q moduluza baxırıq. İkincinin sürəti 2V, birincinin sürəti V. Ondan nisbət nə olacaq? 1. Yəni A1 A2-yə bərabər olacaq. İkincinin yükü birincinin yükündən 2 dəfə az, sürəti 2 dəfə çox olduğu üçün hasil eyni olur. Hasil eynidir, təcrübə bir-birinə bərabərdir. 106. Burada da tezlikləri müqayisə edir. Və sənə şərt verib burada eyni sürətdə. Buna görə də tezlik sürətlə olan üsuluna baxmalıyam. V bərabər 2πrn. Burada n-i tapanda V bölünsün 2π. Eyni sürətlə dediyi üçün bu düstura baxmalıyam. Onda sürətlər eyni olduqda tezlik radiusdan tərs. Onda n1 bölü n2 bərabər olacaq tərsi. R2 bölü R1. R2 2 R'dir. R1 R'dir. Nisbət olacaq 2. Deməli, n1 n2-dən 2 dəfə böyükdür. 106 cavab olur. Bakı. Eyni sürətlə dediyi üçün sürət olan düsturu götürürəm. N bərabər V bölünsün 2π düsturunda sürətin eyni qiymətində tezlik radiusdan tərs olur. Onda n1 bölü n2 nisbəti bərabər tərsi. R2 bölü R1-ə. İkincinin radiusu 2R, birincinin radiusu R'dir. Ondan nisbət olur elə 2. Birincinin radiusu ikincinin radiusundan 2 dəfə az olduğu üçün tezlik 2 dəfə çox olacaq. Tamam. 107-də induksiyaları müqayisə etsək, R bərabər NV bölü QB, bu da B bərabər olacaq NV bölü QR-ə. Bunda B ilə R tərs olur. Yəni B1 bölü B2 bərabərdir tərsi. R2 bölü R1, R2 2R, R1 R, nisbət olur 2. Deməli, B1 B2-dən 2 dəfə böyük olur. Yəni, cavab olur 107-ci sualda A variantı. Burada da yenə induksiya radiusdan tərs olur. R bərabər NV bölü QB düsturundan B-ni tapanda NV bölü QR düsturudur. Bu düstura görə B R-dən tərsdir. Qapalı suallar bitdi burada. 108. Sənə deyir ki, induksiyanın qiymətini artırsaq, nələr dəyişər? Tezlik artar. Çünki tezlik n bərabər QB bölü 2π-yə, yəni induksiya vektörün qiymətini B-ni artıranda tezlik də artar. Təcil A bərabər F bölü M, F-i yeni yazıram QBB, yenə induksiyadan düz. Yəni induksiyanın qiyməti artanda təcil də artar. Xüsusi yük isə dəyişməz. Xüsusi yük yalnız radiusdan asılı idi. Radius eyni olduğu üçün xüsusi yük dəyişməz. Tamam. 109'da isə enişi sürəti artıranda Lorentz müqayisəsi artar. Çünki F Lorentz QBB-dir. Sürətdən düz asılıdır. Sürəti artıranda Lorentz müqayisəsi artar. Periyod sürətdən asılı deyil. Tezlik sürətdən asılı deyil. Radius sürətdən düz asılıdır. Sürət artırsa radius da artar. Xüsusi yük isə yenə radiusdan asılıdır. Sürətdən asılı deyil. Sürət dəyişmədiyi üçün xüsusi yük dəyişməz.
Daha sürət artsa belə xüsusi sürət hansı deyil deyə dəyişməz. Cavab olacaq 1 ilə 4. 109-da 1 4. 110-da da yenə sürəti azaltsaq nə baş verər? Lorentz qüvvəsi azalar, çünki QVB Lorentz qüvvəsi sürətdən düz asdı. Tezliklə periyod sürətdən asılı deyil, xüsusi sürətdən asılı deyil. Qaldı burada radius. Sürət azaldığı üçün radius da azalar. mv bölü qb radiusdan düz asılı olduğu üçün sürət. Sürət azalırsa radius da azalar. R bərabər mv bölü qb. Cavab olacaq 110-da 1 ilə 5. Həmçinin burada deyə bilərsiniz ki, xüsusi iş niyə sürətdən asılı deyil? Çünki R bərabər mv bölü qb burada m aşağı atsa xüsusi iş demək küp eləmdir. Düstur olur onda V bölünsün BR. Sürət azalırsa radius da azalır. Onda nisbət dəyişmir. Nisbət dəyişmir, xüsusilik dəyişmir. Sürət azalırsa radius da azalır. İkisi də azaldığı üçün nisbət dəyişməz. Onda xüsusilik dəyişməz. Əgər sənə sürəti sabit versə, xüsusilik radiusdan tərs asılı olur. Digər hallarda sürət azalanda radius azalır, sürət artanda radius artır. Ona görə də xüsusilik dəyişmir, sürətdən asılı deyil. Gəldi məsələ həllərinə ehtiyac yoxdur onsuz. 2 PM bölü QB-də düsturlardır. 112-113. Burada da yenə radiusların müqayisəsində enşi, yəni R bərabər MV bölü QB alfa üçün yazsaq, kütləsi 4, yükü 2, proton üçün yazsam, kütləsi 1, yükü də 1. Onda R alfa R protondan 2 dəfə böyükdür. Bunun nisbət olur 2. 113-də isə periyod düsturu 2 PM bölü QB. Alfa üçün yazsam, kütlə ədədi 4, yükü 2. Proton üçün yazsam, kütlə ədədi 1, yükü də 1. Onda alfanın periyodu protonun periyodundan 4 bölü 2, yəni 2 dəfə çoxdur. Yəni həm 112-də, həm də 113-də cavab olacaq elə deməli 2. Deməli uşaqlar, bu nail sahəsi xəttlərlə perpetual istiqamətdə hərəkət edən yük üzərici cızdı, çevrənin radiusu, periodu, tezliyi, bucaq sürəti, təcili bunun suallarına baxdıq. Bir dənə çay götürün, ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxacaq. 15 dənə sual da oradadır.
Yoldaşlar davam edirik. Ətraflı yazı suallara baxırıq. Görək nə var burada? Əvvəl 2023-cü test toplusunda bu mövzunun ətraflı yazılı sualları cəmi 2 dənə idi. O da bu birinci və ikinci suallar idi. İndi artırıblar 15 dənə sual ediblər, təzə suallar salıb. Baxaq. Dediyim kimi, Eflorensin belə bir düsturu var, 2WK bölür. Bu hardan gəlir? Eflorens MA-dır. A-nın yerinə yazıram, V kvatı bölünsün R. Hər tərəfi 2-yə vursaq, 2mv kvatı böl 2r. Mv kvatı böl 2 bizə verir kinetik enerjini. Onda olur 2WK, yəni kinetik enerji bölünsün R. Yəni Lorentz kütləsinin bu düsturu 2WK böl R buradan gəlir. Səndən buradan kinetik enerji istəyir. Kinetik enerji bərabərdir onda Fr bölünsün 2. Yəni F 10 üstü 15 radius 4 santimetr, yəni 4 vur 10 üstü mənfi 2 böləcəm nə 2-yə? 4 ilə 2 gedir, aşağıda 2, yuxarıda 2 qalır. 10 üstü mənfi 15, 10 üstü mənfi 2-yə vuranda olur 10 üstü mənfi 7. 17. Cavab olur 2 vur 10 üstü mənfi 17. Son. İkinci sualda da həmin düsturdan radius tapırsan, onda R bərabər olacaq 2 WK bölünsün F-ə 2 vur kinetik enerji qiyməti 10 üstü mənfi 10-dur. 14-dür. Lorentz kütləsinin qiyməti 8 vur 10 üstü mənfi 13-dür. 10 üstü mənfi 14, 10 üstü mənfi 13-ə böldükdə 10 üstü mənfi 1 qalır. Aşağıda da 8 2-nə gedir 4 qalır. 4-də 1 0,25-dir. Bu da edir 10 üstü mənfi 1. Yəni 1000-də 25. Bu da bizə nə verəcək? 2,5 vur 10 üstü mənfi 2 verir də. Bu düzdürmü? Yəni 2,5 santimetr. Deməli, radiusun qiyməti 2,5 santimetrə bərabərdir. Davam. 2 dənə sual eyni üstündən getdi. Florens bərabər 2WK böl R ilə. 3-də isə sənə deyək ki, elektrik maqnit qarşılıqlı təsirləri, maqnit sahələri qarşılıqlı virgüllərdir. Elektron hansı sürətlə getməlidir? Trayektor düz xətt olsun. Nə zaman düz xətt trayektoriyası olar? Əvəzedici qüvvə 0 olur. Əvəzedici qüvvə 0 olduqda bərabər sürətdə hərəkət edir, düz xəttdə bərabər sürətdə hərəkət edir və trayektoriyası düz xətt olur. Onda buna hansı qüvvələr təsir edir? Elektrik qüvvəsi, yəni QY, bir də maqnit sahəsindəki qüvvəsi QVB, Lorentz qüvvəsi. Maqnit sahəsində Lorentz qüvvəsi, elektrik sahəsində isə bizim Coulomb qüvvəmiz təsir göstərir və bu qüvvələr bərabər olduqda təsir əksəslərə bərabər, onda əvəzedici qüvvənin qiyməti olur 0. Şimdi burada sənə sürəti istəyir. V-ni tapanda V bərabər olacaq. Q'lar getdi. G bölünsün B. İntensitetin qiyməti 5 kilovolt bölü metrdir. Yəni 5 vur 10 üstü 3'dür. Kilovolt isə 10 üstü vururam. İnduksiyanın qiyməti 2 militesla. Yəni 2 vur 10 üstü mənfi 3'dür. 5 bölünür 2'ye. 2 onda 5. 10 üstü 3'ü 10 üstü mənfi 3'e böldükdə 10 üstü 6. Belə saxlaya bilərik və yaxud mega ilə bizdən istəsə 2 onda 5 megametr böl saniyə olur. Qüvvələri bərabərləşdirdim və bu bərabərlikdən sürətin qiymətini tapmış oldum. V bərabər olur Y böl B. İntensitetin qiymətini induksiyanın qiymətinə böldükdə biz sürətin qiymətini tapırıq burada. 4-də isə sənə deyir ki, məsafəni soruşur. Aha. Burada yenə bərabərləşdirsək, QY bərabər QBB, elektrikin qüvvəsi ilə maqnetin qüvvəsini bərabərləşdirdim. Yəni Y bərabər
VB qalır. Buradan yeni yerə nə yaza bilərəm? U böl D və yaxud U böl L. Onda olur U böl D bərabərdir VB. Burada məsafəni D-ni tapanda U-nu bölürəm VB-yə. U-nun qiyməti, potensial fərqinin qiyməti 5 kilovoltdur, yəni 5 fronsdur 3. Sürətin qiyməti 10 meqametr böl saniyədə, 10 vur 10 üstü 6, mega olacaq 10 üstü 6. Nüqsən qiyməti də 5 milli təsdir, yəni 5 vur 10 üstü mənfi 3. Milli olduqca 10 üstü mənfi 3-ə vurdum. 5-lər getdi. 10 üstü 3-ü 10 üstü mənfi 3-ə böləndə 10 üstü 6. 10 üstü 6-dan 10 üstü 6 getdi. Qaldı da 1 bölünsün 10, yəni 0,1 metr, yəni 10 santimetr. Deməli, yenə qüvvələri bərabərləşdirdim. Y bərabər QVB-ni buradan intensivi tapanda yeni olur VB. İntensivin üstü nədir? Potensial fərqi bölünsün məsafə U böl D. Onda U böl D bərabərdir VB. Buradan da məsafənin D-ni tapanda həmin bu potensial fərqini bölürəm sürət vurulsun indüksiyaya. Qiymətlərini qoyduqdan sonra cavab alıram 0,1 metr. 0,1 metrin 10,1 metr 100-ə vuranda 10 santimetrə bərabərdir. Davam. İki proton indüksiya xəttlərinin perpendicular istiqamətdə bir cismanın sahəsinə daxil olur. Traktorlar niyə müxtəlifdir? Radiuslar fərqli olduğu üçün də. Deməli, burada hər ikisi çevrə zəbərbəsiyyətdə hərəkət edir və radiusların üstü necədir? MV bölünsün QB. Yəni, radius burada sürətdən asılıdır və sürəti böyük olan daha böyük çevrədə qövs çizir. Yəni, R bərabər MV böl QB. L-lər niyə müxtəlif olur? Niyə traktorlar müxtəlif olur? L-lər V-lərə görə müxtəlif olur. Yəni, sürəti böyük olanın radiusu da böyük olur, yəni daha böyük qövs çizir və trayektoriyası müxtəlif olur. Burada da birinciyə nisbətən daha böyük radiusu olduğu üçün ikincinin radiusu birincidən böyükdür. Yəni, bura qədər baxsaq, bu R2, bu da sırf R1-dir. İkinci radiusu daha böyükdür. Onda sürəti də ikincidə daha böyük olacaq. İkincinin sürəti birincinin sürətindən böyük olduğu üçün radiusu da daha böyük. Traktoriyası ona görə də fərqlənir. Altda da həmçinin xüsusi işləri müqayisə ilə deyirsə, yəni radiuslara baxıram. İkincinin radiusu yenə birincinin radiusundan böyükdür. Yəni birincidə bu qədər, ikincidə bu qədər. Burada buradan baxsam elə. Birincidə bu qədər, ikincidə elə bu qədər. Yəni ikincinin radiusu daha böyükdür. Xətt uzunluğu daha böyükdür. Onda xüsusi ki, Q bölüm nisbəti daha kiçik olacaq. Çünki xüsusi iş demişdik ki, radiusdan necə asılıdır? Tərs asılıdır. İkincinin radiusu böyük olduğu üçün xüsusi kiçik olur. Birincinin radiusu kiçik olduğu üçün xüsusi böyük olur. 7. Məsələ həlləri 7-8. Hansı üsuldan gedə bilərik?
Potensial fərqi var, induksiya var. Buradan radius istəyir. Radiusun üstürü R bərabər mv bölü qb. Burada elektron olduğu üçün, daha doğrusu elektronla protonun yükləri bərabərdir, birdir. Buna görə Q'nun yerinə elektron yaza bilərəm. Yəni elementar yük. G. Burada uşaqlar, sürət veribmi, verməyib. Burada sürətin düsturundan ya da sürətin yerinə nə yaza bilərəm? Ya da mv'nin yerinə. Mv impulsdur. Yaza bilərəm. WK bərabər P kvadratı bölü 2M. Buradan P bərabər olur kök altında 2M WK. Düzdürmü? Yaza bilərəm 2M WK böləcəyəm Y B'yə. Kinetik enerjinin üstürü impulsun kvadratı bölü 2. Buradan impulsun yerinə yaza bilərəm 2M kök altında WK. Kök altında 2M WK. Çünki impuls MV'dir. Yerinə yazdım 2M kök altı WK. Kök altında WK. İndi buradan WK-nın yerinə yaza bilərəm YU. İşə bərabər eləsəm YU. Onda olacaq 2M YU böl YB. Buradan da ne edə bilərəm buradan? M'lər var. Yəni Y böl M nisbəti mənə lazımdır burada əsas. Buradan Y böl M-i verib bizə. Buradan indi mən ne edəsəm burada? Bunu mən ayırsam, bunu mən salsam kökə Y kvadratı. Aşağıdakini kökə saldım. Buradan da nə qaldı? 2 Y yok 2 M böl Y. Hı hı. 2 M böl Y. Şimdi buradan 1 böl B yani 1 bölünüz indüksiyon qiyməti 2 2 Y bölü M 18-dirsə M bölü Y 10 üstü mənfi 8. Buradan aha ne edə bilərəm indi? Hı 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 hı. Bu niye burada pis kaldı? Buradan bir şey yedim ben. Unu yedim ha. Burada unu yemişim ona göre. Udu. Bu da udu. Aha. Buradan bir şey de var. Unun kıymeti. Yani 500 kilovolt. Yani 500 vur 10 üstü 3. Hı hı. Şimdi burada 2'de 1. 2'ni vurdum 500'e. Mini vurdum 1000'e. 10 üstü 6. 10 üstü 6 vur 10 üstü mənfi 8. Bu bizə verəcək 10 üstü mənfi 2. Onun da kök çıxır 10 üstü mənfi 1. Yəni 10'da 5 vur 10 üstü mənfi 1. Bu da bizə verəcək %5. %5 metr yəni 5 santimetr. Ha, ne edelim burada? Sağ olsun biraz uzun gitti. Eğer beraber MV bölü köbə düsturunda MV bize impulsu verir. İmpulsun yerine yaza bilərəm. WK beraber P kvadratı bölü 2M. Yani buradan P'ni tapanda 2M WK kökte. Yükün yerine de elementar yük yaza bilərəm. Y. Buradan indi mən ne elədim? Burada indi mən riyaziyyat Y'ni kökə saldım. Onda kökə salanda Y kvadratı olur məxrəcdə. 1 bölü B də olduğu kimi qaldı. B-lə işim yox dedik. B-ni çöldə saxladım. Buradan da Y'lərdən biri getdi. Qaldı 2M o böl Y.
Əgər y böl m nisbəti 10^8-dirsə, m böl y nisbəti 10^-8-dir. Qiymətlərinə qoydum və tapdım %5 metr. Yəni 5 santimetr. 8-də isə oxşar dostlardır. Sadəcə orada təcil istəyirsən, nə? Burada necə gedə bilərəm? Təcil üstürü f bölü f-i yeni yazaq qvb. Buradan v-ni yeni nə yaza bilərəm? Kök altında 2y-u bölünsün. Yəni əslində 2q-u bölünsün. Çünki iş bərabərdir kinetik enerji. O da bərabərdir Q-U bərabər mv kvadratı bölü 2. Buradan v-ni tapanda olur kök altında 2Q-U bölünsün. İndi burada da yükləri, Q-ları y eləsək, olur y vurulsun 2y-u bölünsün m, b bölünsün m. Şimdi burada qiymətlər verilibmi? Verilib. Yani burada m aşağıda çoğuldur bunu. Bunu niye eləyə bilərik? Yox, korlanmamış. Elə ayırsaq y bölü m. Bu da 2y-u bölünsün m. B. Gətir qiymətlərinə qoyanda y bölü m 10^8. Kök altında 2 vur 10^8 vur. Potensial fərqi 20 kilo, yəni 20 vur 10^3. İnduksiyada 0,5. Bu bizə nə verəcək? 18, 5 qalır burada. 18 qalır burada. 2 vur 2, 4. Kökdən 0, 2. Buradan bir dənə 0 qalmışdı. 10 vur 10^3, 10^4. 10^4 vur 10^8, 10^12. 12-dən kök çıxır 10^6. 15'i 2'ye vuranda 1, 18'i 10^6'ya vuranda 10^14. Demək mənim sürətim, təcrim daha doğrusu 10^14 metr böl saniyə kvadratına bərabərdir. Tamam. Bu da belə getdi. Müqayisə sualları yenə 9. Sənədəki yüklər eynidir. 2 zərci birinci istismar əsasında traktor göstərmişdir. İmpulsları müqayisə elə. İmpulsun üstürü nədir? R bərabər mv böl qb. Mv nədir? İmpulsu bizə verir. Bunda impulsun üstürü QBR. Yüklər eynidir. Radiuslara görə baxıram. Yəni, impuls radiusdan necə asılıdır? Düz. Onda ikincinin impulsu böl birincinin impulsu bərabərdir. İkincinin radiusu bölsün birincinin radiusuna. Burada da ikincinin radiusu 2 bölü, birincinin radiusu 2 bölgüdürsə, ikincinin radiusu 4 bölgüdür. 1, 2, 3, 4. Bunun nisbət neçə edəcək? 2. Deməli, P2 bərabərdir 2 P1'ə. İkincinin radiusu birincinin radiusundan 2 dəfə çox olduğu üçün birincidə 2 bölgü, ikincidə 1, 2, 3, 4 bölgü. Onda deməli, impulsu da 2 dəfə böyük olur. Onda isə sürətləri müqayisə eləyir. R bərabər yenə mv böl qb. Buradan sürət tapanda v-ni qbr bölünsün m. Yəni v2 böl v1 nisbəti bərabərdir. Radiusla düz, kütlə ilə tərs. Sürət burada görəm ki, radiusdan düz, eyni nisbəti yazdım. 2 böl 1. Kütlə ilə tərs nisbəti yazdım. 1 böl 2.
Yenə ikincinin radisi birincinin radisindən 2 dəfə çoxdur. Birincidə 1, 2 bölgü, ikincidə 1, 2, 3, 4 bölgü. 4 bölü 2. Kütlənin nisbəti də 2. 2'lər getdi, qaldı 4. Deməli, V2 bərabər olur 4 V1'ə. İkincinin həm birincinin həm kütləsi 2 dəfə çoxdur. Yəni ikincinin həm kütləsi 2 dəfə azdır. Həm də radius 2 dəfə çox olduğu üçün sürəti 4 dəfə çox oldu. Keçən növbəti səhifəmizə. Axırıncı səhifə. 11-də də xüsusi yükləri müqayisə edir, yoxsa yüklərin modullarına nisbət yükləri müqayisə edir. Burada uşaqlar bir dənə tema var ki, sənə deyir ki, zamanlar eynidir. Və bu maraqlı tema. Hərəkət müddətləri eyni, zamanlar eynidir. Onda baxaq görə getdiyi zamanlara. Birincisi çevrənin dörtte birini gedir. Birincisi çevrənin burada başlayıb bura gəlibsə dörtte birini gedir. İkincisi çevrənin dörtte ikisini gedir. Yəni burada başladı, burada qurtardı. İkincisi çevrənin dörtte ikidə birini gedir. Yəni dörtte ikisini gedir. Yarısını gedir. Birinci çevrənin dörtte birini gedib, ikinci çevrənin yarısını gedib. Onda bunları bərabərləşdirirəm. T1 bölü 4 bərabərdir T2 bölü 2. Nə qalır burada? 4 ilə 2 getdi. Burada qaldı 2. T1 bölü 2 bərabər T2. Onda T1 bərabər olur 2 T2. Bunu tapdım. Periodların müqayisəsinə baxdım. Periodun üstü nə idi? 2 pi bölü QB. Buradan görürəm ki, periodla yük tərs. Onda Q2 bölü Q1 bərabər olacaq. Tərsi T1 bölü T2. T1 də T2-dən 2 dəfə çox olduğu üçün yüklərin nisbəti də elə 2 olacaq. Təkrar edirəm. Birinci yük çevrənin dörtte birini, ikinci yük isə çevrənin 2də birini gedir. Yəni çevrədə tamamladıq. Və deyir ki, zamanlar eynidir. Onda T-ləri bərabərləşdirəndə periodların münasibətinə baxıram ki, birincinin periodu ikincinin periodundan 2 dəfə çoxdur. Onda yüklərin nisbəti periodların nisbətinin tərsidir. Çünki periodun üstündə periodla yük tərsi olur. Onda yüklərin nisbəti ilə periodların nisbətinin tərsi olan 2'yə bərabərdir. Fərqli suallardandır. Sonra 12 eyni sual. 13 də yenə eyni sual. 14. Sənə deyir ki, Lorentz kütləsinin qiyməti 18-dir. İndi kütləsi B1 olan Manis sahəsinin ana təsinin Lorentz kütləsinin qiymətini tap. Biz dünən dedik ki, Lorentz qüvvəsi QVB sinüs alfa, yəni B sinüs alfanı BY adlandırdıq. İnduksiyanın B toplananından düz mütənasibdir. Yəni burada Y toplanana baxırıq. Birincinin Y toplananı 3, ikincinin Y toplananı 3. Yəni hər ikisinin Y toplananları bərabər. Yəni şaqırı ox üzrə qiymətləri bərabər. 3, B2-dir 3. Onda Y toplananları bərabər olduğu üçün qüvvələrin qiymətləri də bərabər olacaq. Yəni qüvvənin qiyməti burada da 18 millinewtona bərabərdir. Lorentz kütləsinin üstürü QVB sinüs alfa, B sinüs alfa B Y-dir. İnduksiyanın Y toplananı. İnduksiyanın Y toplananları bərabər olduğu üçün, yəni Y ox üzrə preaksiyalar bərabər olduğu üçün qüvvələr də bir-birinə bərabər olur. Və 15-ci sualda isə son sualımızda. Burada artıq B yüklər fərqlidir. Birincinin B yükü
3'dür. 1, 2, 3. İkincinin B y 1'dir. Y oku üzrə qiyməti 1'dir. Y oku şablon. Bunda birincinin qüvvəsi ikincinin qüvvəsindən 3 dəfə böyük olacaq. Yəni sırf B y-lərə baxdıq. Bunda birincidə qiymət ikincidən 3 dəfə böyük olduğu üçün 3 vur 6 18 oldu. Bunu necə götürürdük B y? Yükdür, hərəkət istiqaməti, bu da induksiyası. Bu da bucağı. Bu onun x toplananıdır. Yəni x oxuza proyeksiyasıdır. Bu isə y oxuza proyeksiyasıdır. Qarşı tərəf bərabər olduğu üçün bu da elə B y-ə bərabərdir qarşı tərəf. Bucağın qarşısındakı kateti tipi tonuza böldükdə bizə verir B y. Deməli, Lorentz kütləsinin üstüründəki QVB sinüs alfadır Lorentz kütləsinin üstürü. Oradakı B sinüs alfa sırf B y-dir. Ona görə də hansının B y böyükdürsə, onun da Lorentz kütləsi böyük olur. Birincidə 3 dəfə böyük olduğu üçün Lorentz kütləsinin qiyməti də 3 dəfə böyük olacaq. Belə. Bu da uşaqlar Lorentz kütləsinə aid ətraflı yazıcı suallar idi. Bugün də Lorentz kütləsinin suallarına baxdıq. Növbəti mövzu ötmə induksiyası olacaq. Başqa sual olan